Ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoyaraq dəmir yolunda fəhlə işləyən bu yeniyetmə yazdığı bir parça şeirlə sonradan Azərbaycanın ən məşhur şairi kimi şöhrət qazanır. Sözlərinə mahnılar bəstələnir, kitabları dildən dilə düşür. Ölümü isə ölkədə böyük əks-səda yaradır. Onun yoxluğuna dözməyən 23 yaşlı qızı özünü dənizə atır və onlar eyni gündə bir məzarda dəfn olunurlar. Söhbət tanınmış şair və tərcüməçi Əliağa Kürçaylıdan gedir. Əsl familiyası Vəliyev olan Əliağa Kürçaylı 1928-ci il fevralın 20-sində Səlyan rayonunun Kürqaraqaşlı kəndində Həsənağa kişinin ailəsində dünyaya gəlir. Onlar iki qardaş, bir bacı olublar. Olduqca kasıb ailə idilər. Buna görə də Əliağa hələ 10-12 yaşlarından işləməyə başlayır. Atasına kömək edir. O, 1935-ci ildə Səlyan rayonunda orta məktəbə daxil olur və cəmi 9 il oxuyur. Çünki ailə vəziyyətinin ağır olması onu təhsildən uzaqlaşdırır və o gedir Səlyan Dəmir Yol İdarəsində fəhlə işləməyə başlayır. Amma oxumaq sevgisi onu içəridən alışdırıb yandırırdı. Hələ uşaqlıqdan poeziyaya böyük marağı vardı. Arada bir cızmaqara da edərdi. 1946-cı ildə Azərbaycan Gəncləri qəzetində onun Kürçaylı təxəllüsü ilə Sənin Gözlərin adlı ilk şeiri dərc olunur. Həmin vaxt Əliağanın sevincinin həddi-hüdudu yox idi. Bu şeir qısa müddət ərzində bütün ölkəyə yayılır və insanlar onu oxuduqca Əliağanı tanımağa başlayırlar. Həmin şeirin sorağı gedib Səməd Vurğuna çıxır. Səməd Vurğun bu sətirləri oxuyanda özü-özünə deyir ki, bu oğlanın böyük gələcəyi olacaq. Ondan yaxşı şair ola bilər. Və bu səbəbdən 1947-ci ildə Səməd Vurğun Səlyan rayon partiya komitəsinin birinci katibi Məmməd Bağırova məktub göndərir. Məktubda bu sözlər yazılmışdı. Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edərək Bakıya Yazıçılar İttifaqının təşkil etdiyi gənc yazıçılar müşavirəsinə göndərməyinizi xahiş edirəm. Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun. Məmməd Bağırov sabahı günü Əliağanı çağırır yanına və Səməd Vurğunun məktubunu ona təqdim edir. Əliağa Azərbaycanın böyük şairinin adını eşidəndə yerində donub qalır. O bunu gözləmirdi. Və Məmməd müəllim ona deyir ki, sən Bakıya getməlisən. Amma necə? Əliağanın heç normal geyimi də yox idi. Ona bir dəst paltar alırlar və Bakıya göndərirlər. Əliağa gəlir Yazıçılar İttifaqının binasına. Həmin müşavirə də deməli Natəvan klubunda keçirilirdi. Oturub Səməd Vurğun, Azərbaycanın o dövründəki böyük yazıçıları və şairləri o boyda böyük şəxsiyyətlərin qarşısında çıxış etmək kənddən gələn bir uşaq üçün böyük bir hadisə idi. Və o həyəcandan Səməd Vurğuna üzünü tutaraq deyir ki, mən danışmalıyam yoxsa şeir oxuyum. Səməd Vurğun da bilirik ki, çox zarafatçıl insan idi. O da deyir ki, burada danışan adamlarımız kifayət qədərdir. Sən şeirini oxu. Əliağa Kürçaylı tribunaya çıxır və ilk bahar çiçəyi şeirini oxuyur. Şeiri qutarandan sonra onu bütün zal alqışlayır. Səməd Vurğun xahiş edir ki, varsa daha bir şeirini oxu. Və Əliağa ikinci dəfə
Böyük Vətən müharibəsinə həsr etdiyi bir şeiri də səsləndirir. Bundan sonra Səməd Vurğun soruşur ki, oğlum sən harda oxuyursan? Əliağa deyir ki, mən oxumuram. Dəmir yolunda fəhlə işləyirəm. Səməd Vurğun isə bu uşağın gələcəyini parlaq görürdü. Ona görə də deyir ki, istəyirsən mən səni instituta düzəldim, yəni oxu, təhsil al. Əliağa da deyir ki, mən oxuya bilmərəm, çünki mənim attestatım yoxdur. Cəmi 9 sinif oxumuşam. Bundan sonra Səməd Vurğunun göstərişi ilə o, Bakıdakı Fəhlə Gənclər Məktəbində orta təhsilini başa vurur. Və Bakıda yaşamağa yeri olmadığına görə Yazıçılar İttifaqının hesabına 6 ay mehmanxanada yaşayır. Orta təhsilini başa vurduqdan sonra 1949-cu ildə sənədlərini Azərbaycan Dövlət Universitetinə verir və elə həmin ildə də Filologiya fakültəsinə qəbul olur. 5 il burada oxuyur və 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirir. Həmin illərdə onu Səməd Vurğun Moskvaya, Maksim Gorki adına Ədəbiyyat İnstitutuna göndərir. Amma Əliağa orada oxumaq istəmir. Bunun da səbəbi vardı. Səbəbini bir qədər sonra açıqlayacağam. Əliağa gedir Moskvaya, bir müddət orada qalır və geri qayıdır. Azərbaycan Dövlət Universitetini bitirir. Amma 1957-ci ildə yenidən o Maksim Gorki adına Ədəbiyyat İnstitutunda kurs keçir. Ali təhsilini başa vurduqdan sonra o rəsmi fəaliyyətə başlayır. Kommunist qəzeti redaksiyasında ədəbi işçi, Ədəbiyyat və İncəsənət qəzetində şöbə müdürü, Azərbaycan Gəncləri qəzetində şöbə müdürü, Azərbaycan jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqının nəşriyyat şöbəsinin rəisi, Literaturni Azərbaycan jurnalının redaksiyasında məsul katib, Azərbaycan nəşriyyatında redaktor, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinin rəhbəri və 1978-ci ildə Yazıçı nəşriyyatında baş redaktor. Bu, Əliağa Kürçaylının sonuncu iş yeri olur. Əliağa Kürçaylının sağlığında ondan çox kitabı dərc olunur. Bunlardan 1952-ci ildə Arifin nağılı, 1954-cü ildə Salam Gələcək illər, 1956-cı ildə Səfərə çıxıram, 1958-ci ildə Gözəllik, 1960-cı ildə Cavabsız məktublar, 1961-ci ildə Nargindən əsən külək, 1963-cü ildə Şeirlər, 1964-cü ildə Əsmər və Zəfər, 1967-ci ildə Durnalar Cənuba uçur, 1969-cu ildə Seçilmiş əsərləri, 1970-ci ildə Yollarda axtar məni, 1973-cü ildə Həyatın dolayları, 1976-cı ildə Dünya ovucumdadır, 1978-ci ildə Bütövlük və 1980-ci ildə Ülkər adlı kitabları nəşr olunur. Onu da qeyd edim ki, Ülkər kitabı Əliağa Kürçaylının ölümündən sonra onun ailəsi tərəfindən nəşr olunmuşdu. Bütövlük kitabına görə Əliağa Kürçaylı dövlət mükafatına layiq görülür. Bundan əlavə 1979-cu ildə ona Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adı verilir. Adına Bakıda küçə var. Şeirlərinə bəstəkarlar mahnılar həsr edir. Bu nəğmələr dövrünün məşhur müğənniləri Şövkət Ələkbərova, Zeynəb Xanlarova, İslam Rızayev, Anatolu Qəniyev, Yalçın Rızazadə, Hüseynağa Hadiyev kimi sənətkarların ifasında səslənir. Bundan başqa müxtəlif teatrlarda səhnəyə qoyulmuş Axillesin dabanı, Qoruqlar, Mənsiz yaşa pyesləri, Ləpələr, Evlənək boşanarıq, Nənəmin şahlıq quşu operettaları onun bu janrda da istedadlı olduğunun bariz nümunəsidir. Şəxsi həyatına gəldikdə isə Əliağa Kürçaylı 1949-cu ildə universitetin 1-ci kursunda oxuyanda qrup yoldaşı Şəhlə xanımla ailə qurur. Şəhlə xanım bizim məşhur xanəndəmiz Cabbar Qaryağdıoğlu'nun qızı idi və bu evlilikdən onların 2 övladı dünyaya gəlir. 1955-ci ildə oğlu Ülfət, 1957-ci ildə qızı Ülkər. Onlar ailə quranda yaşamağa evləri yox idi. Mən qeyd etdim, Əliağa Kürçaylı çox kasıb bir insan olub.
Həmin dövrdə də o hələ Bakıya yerləşməmişdi. Bu səbəbdən Mirzə Fətəli küçəsində balaca, darısqal bir otağı kiraya götürürlər və həmin otaqda yaşayırlar. Daha sonra onlara Hüsü Hacıyev küçəsində mənzil verilir və onlar ömürlərinin sonuna qədər, yəni Əliağa Kürçaylı dünyasını dəyişdiyi günə qədər həmin mənzildə yaşayırlar. Əliağa müəllim həyat yoldaşını da unutmur. Sevib seçdiyi ömürgün yoldaşının şərəfinə öyrət, istərəm, sən mənə lazımsan, gedək üzü küləyə və başqa neçə-neçə şeirlər həsr edir. Əliağa Kürçaylının ölümünə gəldikdə isə o yazıçı nəşriyyatında baş redaktor işləyən zaman 1978-ci ildə səhhətində narahatlıq yaranır. Və bu səbəbdən gedir Moskvaya, orada müayinə zamanı həkimlər onda xərçəng aşkarlayır. Amma Əliağa müəllim bu barədə evdə heç bir söz söyləmir. Çox sonralar, bir neçə aydan sonra oğlu Ülfət bu barədə xəbər tutur. Amma nə həyat yoldaşı, nə də qızı onun xərçəng olduğundan xəbərsiz qalırlar. Səhhətində baş verən bu problemlərə görə ərizə yazaraq nəşriyyatın baş redaktoru vəzifəsindən gedir. O burada cəmi bir il işləyə bilir. Bundan sonra uzun sürən müalicələr heç bir nəticə vermir. Əliağa Kürçaylı 1980-ci il fevralın 11-də öz evində 52 yaşında xərçəngdən dünyasını dəyişir. İndi isə qayıdaq Ülkərə. Ülkər atasına həddindən artıq bağlı olub. Onsuz bir gün ayrı belə qala bilmirdi. Əliağa müəllim də qızına olan məhəbbəti sonsuz idi. Hətta mən deyərdim ki, oğlundan daha çox sevirdi Ülkəri. Amma Ülkərin də səhhətində problem vardı. Onun da sağlamlığı qaydasında deyildi. Uzun illər epilepsiyadan əziyyət çəkib. Ümumiyyətlə bu qızın hələ doğuşdan bəxti gətirmir. Doğuş zamanı onun bilmədən deməli ayaq sümüyünü yerindən çıxarırlar. Uzun müddət bu adam belə yaşayır. Hətta iməkliyə də bilmir. Bundan başqa gəmi səyahətində olarkən onun kör bağırsağından sancı tutur və gəmini Yalta limanına yönəldirlər və orada əməliyyat olunur, ölümdən dönür. Bir dəfə avtomobili qəzası keçirdir, yenə də ölümdən dönür. Və İlüsuda istirahətdə olarkən bir gecənin içərisində bu qızda epilepsiya yaranır. Aparılan müalicələr heç bir müsbət nəticə göstərmir. Hətta bir dəfə 26-lar bağında komsomola keçəndə bütün uşaqların yanında onun ürəyi tutur və yıxılır yerə. Çox işlər gəlir bu qızın başına. Ona görə də atası onu oğlundan daha çox istəyirdi. Hətta böyük qız olmasına baxmayaraq çox vaxt elə atıb tuturdu, yəni uşaq kimi onu əzizləyirdi. Ülkər Nizami Muzeyində işləyirdi. Amma 23 yaşı olsa da ailə qurmamışdı. Həmin günü o işdən evə gəlir və görür ki, mənzillərində çoxlu insanlar var. Əvvəlcə nə baş verdiyini anlamır. Keçir atasının otağına, görür ki, atasının üzünə ağ çəkilib və məsələnin nə yerdə olduğunu başa düşür. O bilir ki, atası artıq həyatda yoxdur. Ülkər istəyir ki, atasını qucaqlasın, amma qardaşı buna imkan vermir. Və o evdən gedir. Qarşılıq olduğundan heç kim buna o qədər də fikir vermir ki, bu qız hara yoxa çıxdı, hara getdi. Çünki artıq ev getdikcə insanlarla dolurdu. Əliağa müəllimin ölüm xəbərini eşidən dostları onun mənzilinə axın edirdilər. Qarşılıqlıqdan Ülkərin evdə olmaması diqqəti çəkmir. Amma
Bir müddət sonra qardaşı görür ki, bacısı yoxdur evdə. Onu hər yerdə axtarmağa başlayır. 5 mərtəbə, Targova küçəsi, Parapet bağı, Nizami Muzeyinin ətrafı, amma tapa bilmir. Düşünür ki, ola bilsin ki, atasının ölümü ona çox pis təsir etdiyindən bir təkliyə çəkilib və Ülfət gəlir evə. Yenə də görür ki, bacısı yoxdur. Bu zaman masanın üzərində kağız tapır. Orada bu sözlər yazılmışdı. Məni axtarmayın. Ülkər. Artıq bir neçə saat keçmişdi. Ülkərdən xəbər yox idi. Elə bu zaman telefon zəng çalır. Dəstəyi Əjdər Xanbabayev götürür. Zəng milis idarəsindən edilmişdi. Onlar deyirlər ki, Ülkər ölü vəziyyətdə Xəzər dənizindən tapılıb. Sən demə, atası dünyasını dəyişəndə Ülkər evdən çıxır, Azərbaycan Kinoteatrının qarşısı ilə keçiddən keçir bulvara və özünü dənizə atır. O, atasız yaşaya bilməyəcəkdi və bu hadisəni əvvəlcədən planlaşdırmışdı. Onun da dənizə düşməsini orada gəzişən qadınlar görür. Onlar görürlər ki, bir nəfər qız gəldi və özünü atdı dənizə. Dərhal milisə məlumat verirlər. Bundan sonra vadalazlar gəlir, Ülkərin cansız bədənini Xəzərdən çıxarırlar. Həmin qadınlar sonradan onun anasına deyirlər ki, bu qız bir neçə dəfə bura gəlir və fikirli halda söykənərək Xəzərə tamaşa edirdi. Sən demə, Ülkər əvvəlcədən qərarını vermişdi. O, atasız bir gün belə yaşaya bilməzdi. Ona görə də atasının öldüyünə əmin olduqdan sonra özünü Xəzərə atır. Həmin vaxt Ülkərin cəmi 23 yaşı vardı və Əliağa Kürçaylı qızı Ülkərlə birlikdə eyni gündə köhnə qəbirstanlıqda bir məzarda dəfn olunurlar. Bu hadisə bir anın içərisində bütün ölkəyə yayılır. İnsanlar şok içərisində idilər. Düzdür, hardasa dostları Əliağa müəllimin ölümü ilə barışırdılar. Çünki o ağır xəstə idi. Bilirdilər ki, bir ay tez, bir ay gec o dünyasını dəyişəcək. Amma Ülkərin atdığı bu addım onları sözün əsl mənasında şok edir. Əslində, heç kim bunu gözləmirdi. Heç kimin ağlına belə gəlməzdi ki, Ülkər bunu edəcək. Çünki hər valideyn öləndə övladı ona görə canından keçmir. Yəni, belə bir hadisə isə çox nadir hallarda baş verir. Əslində, mənim yetərizə yaşım var. Hələ eşitməmişəm ki, hansısa övlad anası dünyasını dəyişsin və yaxud da atası rəhmətə gedəndə o yaşamasın, yaşamaq istəməsin və özü də onlarla bərabər torpağa qərq olsun. Yəni, bunu eşitməmişəm. Belə bir hadisə mənim rastıma gəlməyib. Ülkər yeganə bildiyim insandır ki, atası dünyasını dəyişdiyi günü o da həyatdan getdi. Yəni, o istəmədi atasız yaşasın. Bu da bir qızın atasına olan bağlarıdır. Yəni, bu bağlar qırılmadı. Onlar hər ikisi eyni gündə dünyalarını dəyişdilər. Biri öz əcəli ilə, digəri isə öz qərarı ilə. Əliağa müəllim çox sərt insan olub. Həm də ki, sözü birbaşa insanın üzünə deyirdi. Məsələn, o dövrün məşhur şairlərindən biri deməli, şeir gətirir onun çap olunması üçün
Əliağa müəllim həmin şeiri oxuyur və deyir ki, mən bunu çap edə bilmərəm. Bu çox zəif şeirdir. Yəni bundan çaxır iyi gəlir. Bundan başqa da yazıcı nəşriyyatında işləyəndə neçə şairlərin kitablarını nəşr etməkdən imtina edirdi. Bu səbəbdən də onların evinə həmin şairlərin həyat yoldaşları zəng edir və Əliağa müəllimin ailəsini təhqir edirdi. Hədə qorxu gəlirdi. Və bütün bu streslər, ona olan təzyiqlər, tənqidlər sonda Əliağa müəllimin xərçəng tapmasına səbəb olur. Əliağa müəllimin oğlu Ülfət həmin dövrdə ədəbiyyat qəzetində işləyirdi. Atasının heç 40-ı çıxmamış qəzetin baş redaktoru Nəriman Həsənzadə onu işdən çıxarır. Sonradan məlum olur ki, Əliağa Kürçaylı Nəriman müəllimin Zümrüd quşu poemasını tənqid edibmiş. Bəzən belə də olur. Məzarına gəldikdə isə gördüyünüz kimi bura baxımsız deyil, düzdür. Biraz deməli sinə daşının, baş daşının üzərində çirk var. Ətrafda da biraz gördüyünüz kimi ağacın yarpaqları tökülüb. Bu da yəqin ki, təbiət hadisəsidir. Hava küləkli keçir, qış ayıdır. Adi bir haldır. Yəni bu açıq havada belə bir mənzərənin olması başa düşüləndir. Amma yəqin ki, mən bura gəlmişkən mütləq ki, Əliağa müəllimin də, onun qızı Ülkərin də, daha doğrusu onlar ikisi bir məzardadırlar və mən bu məzarı bir balaca səliqəyə salacağım.
Əliağa müəllimlə Ülkər xanımın məzarını yudum, təmizlədim. Sadəcə istəmirəm indi keçim məzarın yanına ki, orada ayağımın izi qalmasın. Ona görə də son sözümü də orada məzarın yanında deyil, elə bax burada deyəcəm. Bugünkü videomu Azərbaycanın görkəmli şairi Əliağa Kürçaylıya həsr etmişdim. Amma məni əsasən təəccübləndirən, maraqlandıran onun qızı ilə olan sonluğu oldu. Əliağa müəllim haqqında istənilən insan internetdən məlumat əldə edə bilər. İstədim ki, bu videoda bir qızın öz atasına olan sonsuz məhəbbətini izah edim. Amma nə qədər bunu bacardımsa, onu deyə bilməyəcəm. Əliağa müəllim haqqında qısa olsa məlumat verdim. Onun qızından danışdım, ailəsindən danışdım. O ki, qaldı Şəhla xanıma, o da artıq dünyasını dəyişib, amma onun məzarı başqa yerdədir. Burada yalnız Əliağa müəllim və onun qızı Ülkərin qəbirləri var. Əslində, Ülkərin bu həyatı dastana çevriləcək bir hadisədir. Mən istəyərdim ki, bu hadisə haqqında bir sənədli film çəkilsin və yaxud da bir qısa metrajlı film çəkilsin. Təəssüf ki, indiyə qədər bunlar olmayıb. Amma Ülkər öz atasına görə bu dünyadan getməsi, bu adi bir hal deyildi. Yəni, bunu hər övlad etməzdi. Amma Ülkər bacardı. Allah hər ikisinə rəhmət eləsin.